Pasient bizə müraciət edib, artıq 4-cü gündür ki, bizdə müalicə alır. Kəskin, şiddətli ağrılarla müraciət edibdir, davam edib ağrılar. İllərlə yavaş-yavaş ağrılar arta müəyyən qədər ağrı kəsicilər qəbul edib, müəyyən iynələr vurdurubdur. Və elə bir zaman olub ki, artıq nə qədər də ağrı kəsici vurdursa, ağrı kəsilməyib. Gördüyünüz kimi həllədəki pasient üzü üstə uzana bilmir. Müalicə aparırıq, amma böyük irəliləyişlərimiz var. Qoyduğumuz diaqnoz bundan ibarət idi. Böyük ölçülü disk yırtığıdır. B şöbəsində, L4, L5 nahiyəsində, hər iki ayaq nahiyəsində, xüsusən oturaq sinirin innervasiyasının kəskin dərəcədə pozulması ilə müşahidə olunan bir ağrılar idi. Və hal-hazırda artıq müalicələr gedir. Müalicələr nədən ibarətdir? Osteopatik metodlarla biz təyin elədik, diaqnozumuzu qoyduq, MRT-nin sonra təsdiqinə baxdıq. Hər zaman olduğu kimi MRT ilə bizim fikirlərimiz, belə deyim, qoyduğu diaqnozla üst-üstə düşür. İndi hal-hazırda osteopatik heç bir müalicə aparmırıq pasiyentə. Naturopatiya ilə, yəni əsasları Qarabağ xalq təbabətindən olan müalicə metodikaları ilə, xüsusi məhsullarla, balzamlarla, bitkilərdən, arı məhsullarla, neft məhsullarla hazırlanan xüsusi 6 əsrlik tarixə malik olan tərkibləri, məlhəmlərdən istifadə edirik. Pasiyentimiz buradan sağ-salamat, yaxşı, ağrısız bir formada çıxacaq.